Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə gələcək planları qurmaq və gələcəklə bağlı düşüncələrdən qorxmamaq haqqında danışacağıq. İlk öncə belə bir sualla başlamaq istəyirəm. Sonuncu dəfə gələcəyin haqqında fikirləşəndə hansı hisslər keçirdin? Özünü həmin anda necə hiss etdin? Qorxumu yaşadın? Həyəcan ya hər hansı bir qarışıqlıq? Biz hamımız gələcəyimizi düşünürük. Amma bəzən gələcəyimiz haqqında düşünəndə o düşüncələr bizi xoşbəxt eləməyə əvəzinə narahat eləyir. Və biz düşüncələrə dalırıq, narahat oluruq, özümüzü pis hiss eləyirik. Çünki gələcək bizi qorxudur. Hələ gəlməyən gələcək bizi qorxudur. Baş verməyən hadisələr bizdə narahatlıq hissi yaradır. Gələcək haqqında düşünmək yalnız plan qurmaq deyil, həm də özünü tanımaqdır, özünü bilməkdir, qorxularınla üzləşməkdir. Özünü tanımaq. Bu nə deməkdir? Deyə bilərsiniz ki, biz özümüzü tanıyırıq, biz özümüzü bilirik. Hər kəsdən çox, hər kəsdən yaxşı özümüzü tanıyırıq. İndi sual versəm sizə, özünüzü neçə faiz tanıyırsınız? Çoxunuz deyəcəksiniz ki, 90%, 95%. Amma özünüzlə bağlı sizə sual versəm, dərinliyinə getsək, cavab verməkdə çətinlik çəkəcəksiniz. Zənn edirik ki, mən özümü bilirəm, mən özümü tanıyıram. Amma bir neçə sual versək özümüzə, bir neçə sualdan sonra fərqinə varıq ki, yox, mən heç özümü tanımırammış ki. Bilmirəm bu sizdə baş verib, yoxsa yox. Bəzən elə hadisələr qarşısında fərqli reaksiyalar veririk və bir də özümüzə kənardan baxırıq ki, bu reaksiyanı mən verdim, ya bu davranışı mən elədim, heç özümdən bunu gözləmirdim, bu necə baş verdi? Demək ki, bəzən özümüz belə özümüzü təəccübləndirə bilirik. İlk öncə özünü bilmək. Özünü tanımaq nədir? Nə istədiyini və istəmədiyini bilmək. Bunun altını xətləyərək deyirəm. Nə istədiyini və istəmədiyini bilmək. İndi sizdən istəyirəm ki, özünü bilmək, özünü tanıma yolunda ilk addımlarınızı atasınız. Nə ilə başlayırıq? Bir vərəq götürürük və iki hissəyə bölürük. Bir tərəfdə öz müsbət xüsusiyyətlərimizi yazırıq. Mən nəyi bacarıram? Hansı bacarıqlara sahibəm? Müsbət xüsusiyyətlərim nələrdir? Mən özümdə nəyi sevirəm? Nə etməkdən həzz alıram? Nə məni xoşbəxt edir? Digər tərəfdə mənfi yanlarımızı yazırıq. Nələr bizim xoşumuza gəlmir? Nələr bizə aqressiya verir, əsəb verir ki, mən bu davranışı eləyəndə özümə əsəbləşirəm. Davranış eləyəndə özümə əsəbləşirəm. Bunu yazdıq. Mənfi cəhətlərimiz gözümüzün önündə olur. Belə şifahi deyirik, mənfi xasiyyətim budur. Bunu belə şifahi deyirik. Bəs yazdıqda necə olur? Yazdıqda bu bizim gözümüzün önündə olur və bir fərqindəlik yaranır. Baxın, bu fərqindəlikdən sonra deyirəm ki, mən mənfi cəhətlərimi gördüm ki, mən bunu bacarmıram, bu zəifdir məndə. Deməli, nə edirik? Onun üzərində işləyirik. Düzəltməyə çalışırıq, cəhd eləyirik. Məndə bu mənfidir, necə eləyə bilərəm? Həll yolu nədir ki, mən bu mənfinin öhdəsindən gəlim, bunu müsbətə çevirim? Bacarığım var, bu müsbət bacarıqdan mən necə istifadə eləyə bilərəm? Harda mənim işimə yaraya bilər? Başqa bir vərəq çıxardın, orada yazın ki, mən nə istəyirəm? Mən həqiqətən nə istəyirəm? İnanın ki, əksər insanlar həqiqətən nə istədiyini bilmir. Həqiqətən nə istədiklərini bilmirlər. Çox şey istəyirlər, amma tam olaraq, dəqiqliklə nə istədiklərini bilmirlər. Məqsədlərinin, getdikləri yolların, istiqamətin nə olduğunu bilmirlər. Fərqində belə deyirlər. Əvvəldən yaranmış düşüncə var ki, sən bunu eləməlisən, bunu eləməlisən. Onlar da bu istiqamətdə gedirlər. Amma bir dayanım, düşünüm, özümə sual verim. Mən nə istəyirəm? Mən bunu edirəm. Həqiqətən bunu etmək istəyirəmmi? Bir yolla addımlayıram. Həqiqətən bu yolda, bu sahədə, bu istiqamətdə getmək istəyirəmmi? Soruşsaq ki, xoşbəxtlik nədir sənin üçün? Müxtəlif cavablar verəcəklər və o cavab əsasında sual verirəm. Niyə? Niyə bunu istəyirsən? Məsələn, şablon cavablardan biri deyək. Xoşbəxtlik mənim üçün ailəmin yanımda olması, sevdiklərimin yanımda olmasıdır. Niyə? Ailəm mənə yaxşı hiss elətdirir. Niyə? Niyə belə suallar verdikcə, dərinə getdikcə cavab tapmaqda çətinlik çəkirlər. Çünki həqiqətən bunu niyə istədiklərini bilmirlər. Yaxud deyək ki, xoşbəxtlik nədir sənin üçün? Çoxlu pulum olması. Niyə istəyirsən çoxlu pulun olsun?
Buna görə istəyirəm ki, çox sevinim, çox tanınmış olum, məşhur olum, pulum olanda istədiklərimi nədir istədiklərin? İstədiklərim pulumun olması. Cavablar gəlir, bir-birindən toqquşur. Tapa bilmir. Buna görə də deyirəm ki, nə istədiklərinizi yazın. Amma həqiqətən amma siz istədiklərinizi yazın. Ailənizin sizdən istədiklərini yox, ətrafın sizdən istədiklərini yox. Özündən soruş ki, mən bunu istəyirəm. İstəyirsənsə onu yaz. İstəklərini yaz. Nəyi istəyirəm və istəmədiklərini yaz. Bu da çox faydalıdır sənin üçün. Özünü tanımağa kömək eləyəcək. Çox vaxt bizə deyirlər ki, istədiklərinizi yazın. Bəs istəmədikləri, məsələn, deyirəm ki, mən həkim olmaq istəmirəm. Mən bunu istəmirəm. Bu alınmır məndə. Mən bacarmıram. Deməli bu sənin istəmədiyin bir şey. Yaxud mən sözümü kəsən insanlarla ünsiyyətdə olmaq istəmirəm. Çünki onlar məni dinləmirlər. Bu da mənim istəmədiyimdir. Deməli mən özümü tanıyıram, mən özümü bilirəm. Nəyi istədiyimi və istəmədiyimi yazıram. Nə istəyirəm? Məni dinləyən insanlarla ünsiyyətdə olmaq, hansı ki qarşılıqlı əlaqə qurmaq, bir-birini normal şəkildə dinləmək və söhbət etmək. Mənim istəyim budur. İstəmədiyim nədir? Məni dinləməyən insanlarla və xüsusilə sözümü kəsən, yalnız özləri danışmaq istəyən insanlarla əlaqə qurmamaq. Bunu nümunə üçün deyirəm. Sizdə fərqli ola bilər istəklər. Məsələn, bayaqda dediyimiz kimi, ailə bizdən istəyir ki, mən həkim olum. Amma mən həkim olmaq istəmirəm. Mənim istəyim müəllim olmaqdır, başqa sahəyə yönəlməkdir. Deməli, mənim istəyim ailənin istəyi ilə üst-üstə düşmür. Bu anda mən nə edirəm? Özümü atıram kənara, düşünürəm ki, ailəm mənim üçün əziyyət çəkib, neçə illərdir məni böyüdüb, boya-başa çatdırıb. Mənim də üzərimə düşən vəzifə bir övlad olaraq onların istədiyini yerinə yetirməkdir. Bəs sən? Bəs sənin istəklərin? Bəs səni kim düşünəcək? Bəs sənin arzularını, xəyallarını kim nəzərə alacaq? Sən ailəni düşündün, onların istədiyi sahəyə yönəldin, getdin. Xoşbəxt eləyəcək bu səni? Eləməyəcək. Çünki sən istədiyini eləmədin. Ürəyində, bir yerlərdə hər zaman istəyin, xəyalın qalacaq və o sahəni digərlərində görəndə o qədər peşman olacaqsan, o qədər pis olacaqsan ki, kaş ki mən də zamanında düzgün qərar verərdim. Kaş ki mən də özümə qulaq asardım, özümü dinləyərdim. Bizim həyatımızda önəmli insanlar var, ailəmiz, sevdiklərimiz. Amma ən önəmli insan elə özümüzük. Ən vacib insan elə özümüzük. Ona görə də bizi yalnız biz xoşbəxt eləyə bilərik. Arzularımızın arxasıca getmək, onları reallaşdırmaq. Demirəm ki, ailənizi dinləməyin, onlara qulaq asmayın. Əsla bunu demirəm. Təbii ki, ailəmizdir, sevdiklərimizdir. Onları dinləyəcəyik, qulaq asacağıq, hörmət eləyəcəyik. Bunlar olması gərəkənlərdir, normaldır. Ancaq ki, onlar bizim arzularımıza qarşı gəlirsə, normal şəkildə danışacağıq, izah eləyəcəyik ki, mənim istəyim budur, bilirəm. Sən mənim gələcəyimi düşünürsən, çox sağ ol, təşəkkür edirəm sənə. Amma icazə ver bu yolda mən addımlayım. Bəlkə peşman olacağam, bilmirəm. Bəlkə getdiyim yolda çox maneələrlə üzləşəcəm. Amma icazə ver, bu yol mənim yolumdur. Bu yolda mən problem də yaşaya bilərəm, müxtəlif çətinliklər də görə bilərəm. Amma bilim ki, mən seçdim, mən istədim bu yolu getmək. Sabah deməyim ki, sən istədiyin üçün mən bu sahəyə yönəldim. Sən istədiyinə görə bunu elədim. Mən istədim, mən hər hansı bir çətinliklə üzləşəndə deyə bilim ki, mən istədim, mən çətinliklə üzləşəcəm və bunun öhdəsindən gələcəm. Çətinlik də mənim yolumdadır və mən bunların öhdəsindən gələcəm. Həyatımızda çətinliklərin də olması normaldır. Həyat sadəcə xoşbəxtliklərdən ibarət deyil, yalnız xoş günlərdən ibarət deyil. Həyat dediyimiz enişli, yoxuşludur və budur bizi gücləndirən. Biz insan olaraq həyatımızda çətinliklər gördükcə, müxtəlif maneələrlə üzləşdikcə, onları həll elədikcə bu bizi daha gücləndirir. Xoşbəxtlikdən ibarət olsaydı biz bu anın dəyərini bilməzdik, qədrini bilməzdik, qiymətləndirməzdik. Çünki bəzən pis günlər də görməliyik, bəzən çətinliklər də görməliyik ki, bu xoş ana çatanda xoşbəxtliyi görən mən bunu qiymətləndirirəm, mən bunun dəyərini bilirəm.
Bizi gücləndirən bu çətinliklərdir. Hansı ki, öhdəsindən gəldiyimiz problemlər bizə daha da güc verir. Bir problemin öhdəsindən gəlir demirəm, həyatımız yalnız problemdən ibarət olsun. Yox, əsla dediyim bu deyil. Sadəcə olaraq onu vurğulamaq istəyirəm ki, ruhdan düşməyin. Ola bilər ki, bu videonu izləyərkən deyirsiniz ki, həyatımda çoxlu çətinliklər var. Bir şey də demək istəyirəm, bir şey də. Baxın, biz elə bilirik ki, hər hansı bir çətinlik yaşayanda, yaxud başımıza pis hadisə gələndə, bu ancaq mənim başıma gəlir. Özümüzü ancaq ona köklüyürük. Bu ancaq mənim başıma gəlir. Digər insanlar çox xoşbəxtdirlər. Nə pisliklər var, ancaq məni tapır. Nə bədbəxtlik var, mənim başıma gəlir. O hadisəni yaşayanda özümüzü dünyanın ən bədbəxt insanı bilirik ki, yalnız mənim həyatımda bu hadisələr baş verir. Yalnız məndə olur. Amma bir şeyi deyim, əmin olun ki, o problemi yaşayan insan yalnız siz deyilsiniz. Ona bənzər, oxşar şəkildə eyni problemi yaşayan o qədər insan var ki, və bunu bilmək heç olmasa insanı biraz rahatladır. Bir var ki, bir problemlə tək mübarizə aparırsan və deyirsən ki, hə, yalnız mənim başıma gəlir. Bir də var ki, bu çox insanda baş verir. Bu çox insanın başına gəlir. Bu hardasa insanı rahatladır ki, hə, deməli insanlar da eyni problemləri yaşayırlar və onlar da nələrsə mücadilə aparırlar. Hər insanın özünə görə müəyyən problemləri var. Kənardan xoşbəxt görünə bilər, kənardan güclü görünə bilər. Amma əmin olun ki, özü ilə oturduqda, söhbət elədikdə, üzləşdikdə baş verən problemləri, çatışmayan nöqtələri, mənfi cəhətləri var. Mükəmməl insan yoxdur. Mükəmməllik bizə aid deyil. Biz mükəmməl ola bilmərik. Biz yaxşı ola bilərik. Yaxşı tərəflərimiz ola bilər, pis tərəflərimiz olar. Bu da nisbidir. Kimə görə, nəyə görə? Hər hansı bir şey mənim xasiyyətimdə mənə yaxşı gələ bilər. Mən bunu çox tərifləyə bilərəm ki, hə, bu məndə çox yaxşıdır, mən bu xasiyyətimi bəyənirəm. Başqası üçün bu yaxşı olmaya bilər. Başqası bunu bəyənməz, deyər ki, yox, mən bu xarakterini bəyənmirəm. Yəni, yaxşı, pis də nisbidir. Kimə görə, nəyə görə? Siz özünüzü tanıyın, siz özünüzü bilin, digərlərinin fikirlərini önəmsəməyin ki, hə, digərləri belə düşünür, digərləri belə deyir. Həyatı öz düşüncələriniz üzərində qurun. Fərqindəyəm ki, mövzudan yayındım. Gələcək barədə danışırdıq. Dediyim kimi, gələcəyimizi düşünmək üçün ilk öncə özümüzü tanımalıyıq, özümüzü bilməliyik ki, gələcəyimi quran mənəm. Gələcəyimi mən inşa edəcəm, mən quracam. Gələcəyimi mən quracağım üçün mən özümü bilməliyəm. Mən nə istədiyimi, nə istəmədiyimi bilməliyəm ki, bunlar mənim yolumda mənə kömək edən bir vasitələrdir. Biz uşaq olarkən, balaca olarkən 1-ci sinifdə oxuduğunuzu düşünün, bizdən soruşurlar. Gələcəkdə nə olmaq istəyirsən? Cavablarımız nədir? Müəllim olmaq istəyirəm, həkim olmaq istəyirəm, pilot olmaq istəyirəm, rəssam olmaq istəyirəm, kosmonavt olmaq istəyirəm. Çoxlu arzularımız var, sərhədsizdir. Heç bir sərhəd yoxdur. Düşünmürük ki, edə bilərəmmi, bacararamı? Sadəcə deyirik, qorxu yoxdur axı. Heç bir qorxu yoxdur gələcəklə bağlı ki, ola bilərmi, ola bilməzmi? Narahatlıq yoxdur, təlaş yoxdur. Zamanla nə olur? Biz böyüyürük. Böyüdükcə ətrafdakı insanların düşüncələri bizə daha çox təsir eləməyə başlayır ki, hə, görəsən mən bunu edə bilərəmmi, bacararamı, məndə alınarmı? Bəlkə alınmaz. Alınmazsa necə? Qorxuları yaranmağa başlayır. Amma balaca olanda qorxu yox idi. Hansı ki, çox arzularımız, xəyallarımız var idi, sərhədsiz idi. Böyüdükcə artıq özümüzü bir çərçivəyə salırıq. Yox, mən bunu bacarmaram. Yox, məndə alınmaz. O elədi, onda alınmadı. O elədi, onda alınmadı. Bu o demək deyil ki, səndə alınmayacaq. Sən fərqlisən, sənin yolun fərqlidir, sənin istiqamətin fərqlidir. Digərində bir şey alınmırsa və olur ətrafınızda, əminəm ki, videonu mən dedikcə siz də təsdiq eləyəcəksiniz ki, hə, ətrafımızda elə insanlar var ki, çox olur. Sən eləyə bilmərsən, sən bacarmarsan. Hə, bax, o çox əziyyət çəkdi, amma onda alınmadı. Onda alınmadı, səndə alınacaq. Bu kimi düşüncələrlə bizim beynimizə yeridirlər. Bir dəfə deyir, 2 dəfə deyir. Artıq bir növ psixoloji təsir eləməyə başlayır. Və biz də öz gücümüzdən şübhələnirik ki, hə, artıq mənə çox deyilir bu söz. Deməli, məndə alınmaz, mən bacarmaram. Belə deyil. Baxın, o insanlar araşdırsaz,
Özləri ona nail olmayan insanlardır. Bəlkə də hardasa onun da qəlbinin dərinliyində belə bir istək var. Amma özü bilir ki, o bunu eləyə bilməyəcək. Onda alınmayacaq, bacarmaz, gücü yoxdur. Özünü tanıyır axı, özünü bilir. Ona görə sizi ruhdan salmağa çalışır ki, hə mən eləyə bilmədim, sən də eləyə bilmərsən. Hə məndə alınmadı demir, ha məndə alınmadı. Başqasını nümunə çəkir sənə. Başqasının üzərindən danışır. Axı öz zəif tərəfini göstərməz ki, məndə alınmadı, mən də istəyirəm bunu eləmək. Onu deməyəcək. Deyir ki, başqası elədi, başqasında alınmadı, səndə alınacaq. Da alınmaz, başqa yerə fokuslan. Bu daha yaxşıdır. Elə deyil. O insanlar baxın bunu demək istəyirəm, xüsusilə demək istəyirəm. Sizə nəsə deyəndə ətrafınızdakı insanlar, baxın görün, bu insanın həyatda hansı uğuru var? Hansı yerə gəlib çatıb? Hansı bir nailiyyəti var? Həyatda gəlib çatdığı bir yüksək zirvə varmı ki, sənə o sözü deyir? Yoxsa həyatda bir yerə gəlməyib, özünü inkişaf elətdirməyib, düşüncələri eyni qalan, insanlardan yığılıb gəlmiş düşüncələri öz beynində daşıyaraq sənə də ötürməyə çalışan bir insandır. Kimsə sizə bir söz deyəndə, səndə alınmarsan, bacarmarsan deyəndə o insana baxın. O insana baxın, o insanın həyatına, birbaşa həyatına baxın, yaşadıklarına baxın ki, o insan özünü inkişaf elətdiribmi, nəyəsə fokuslanıbmı, nəsə öyrənibmi? Yoxsa yox, elə yerində sayan, heç bir irəli getməyən, səhər eyni, axşam eyni, günorta eyni, illərlə yerində sayan bir insan sənə nə məsləhət verə bilər axı? Sən ondan nə öyrənə bilərsən axı? O insanın sənə qatacağı heç bir şey yoxdur. Sən ondan öyrənə biləcəyin nəsə yoxdur. O insanlardan məsləhət almağa çalışın ki, həqiqətən həyatda bir yerlərə gəlmiş, uğurları olan, özünü inkişaf elətdirən, həqiqətən özlərinə yatırım eləyən insanlardan məsləhət alın ki, hə bu insan mən baxıram, fikir verirəm ki, bu insan özünü inkişaf elətdirir, çalışır, əziyyət çəkir, nələrsə eləyir özü üçün, inkişafı üçün, cəmiyyətin inkişafı üçün. Hə deməli bu insandan məsləhət almağa dəyər. Məsləhət alacağınız insanlara da diqqət edin ki, hər kəsdən məsləhət alınmaz. Hər kəsdən oturub söhbət edilməz. Hər kəsdən bu olmaz. Hə, yenə qayıdaq özünü tanımaq mövzusuna. Bayaq demədiyim bir iki şey oldu. Onu yenidən vurğulamaq istəyirəm. Gələcəyimiz üzərində danışırıq və gələcəyimizi qurmaq üçün önəmli olan dediyim kimi özümü bilməkdir, özümü tanımaqdır, özümə, öz gücümə inanmaqdır. Düzdür, sorğu keçirmişdim qrupdakı hansı mövzudan danışım. Danışdıqca mövzular gəlir və mən dayanmaq istəmirəm. İstəyirəm hər mövzu haqqında danışım. Özümüzə inam nədir? Bu da bax, özünü tanımaqdan başlayır, özünü bilməkdən başlayır. Hər kəs fərqlidir, hər kəsin fərqli xüsusiyyətləri var və bu fərqliliklərin içində mən özümü tanımaq, özümü bilmək, özümə inamı formalaşdırır. Özünə inam da özünü tanımaqdan başlayır. Sən artıq özünü biləndə, özünü tanıyanda başqalarının fikirləri sənin üçün önəmli olmur, vacib olmur. Onlar nə qədər desə də səndə alınmaz, sən bacarmarsan, sən artıq özünü bilirsən, sən artıq özünü tanıyırsan ki, bu səndə alınar. Sən bunu bacararsan. İstəyirəm və hekayə danışmağı, bölüşməyi o qədər çox sevirəm ki. Deməli, bir gün 10-15 qurbağa dərin bir quyunun kənarında oturub quyuya baxırlar. Birdən güclü bir su qurbağaların çoxunu salır quyunun içinə. Və onlar çıxmağa çalışırlar, mübarizə aparırlar. Sağ qalmaq üçün, quyudan çıxmaq üçün. Öz aralarında deyirlər ki, alınmaz, bacarmarıq, artıq biz məhv olduq, necə sağ qalacağıq, necə bu sudan çıxacağıq, bacararıqmı? Və kənardan qurbağalar deyirlər ki, yox, sizdə alınmaz, çətindir quyudan çıxmaq, necə bacararsınız, çox dərindir, taleyinizlə barışın, ölümə hazırlaşın. Heç nə eləmirlər, artıq bu sözləri eşitdikdən sonra həm öz aralarında olan danışıqlar, həm də ki, kənardan gələn səslər, müdaxilələr onlarda ümidsizlik yaradır və buna görə də heç nə eləmirlər, beləcə ölürlər. Yalnız onlardan biri özünü ora, bura çırparaq birtəhər çıxır.
Quyudan çıxdıqdan sonra kənardakı qurbağalar ondan soruşur ki, bəs necə oldu sən dərin quyudan çıxa bildin? Necə bacardın bunu? Bizə də de, bizə də öyrət. Qurbağanın isə cavabı yalnız nə eləmək olur? Səbəb nədir? Çünki qurbağa kar idi. Bəli, düz eşitdiniz. Qurbağa kar idi. Baxın, məsələ də demək istədiyim də budur. Eşitməmək. Eşitməyin başqa insanları. Sizə bacarmazsan deyənləri eşitməyin. Alınmaz deyənləri eşitməyin. Öz gücünüzə inanın. Bilin ki, o kar qurbağa necə çıxdı quyudan. Başqalarının fikirlərini önəmsəmədən, amma digərləri qaldı içəridə. Nəyə görə? Çünki bir-birlərinə təsir elədilər. Bir-birlərinə təsir elədilər ki, alınmaz, bacarmayacağıq, olmaz. Bu sözləri eşitməmək üçün çalışın, dediyim kimi, məsləhət aldığınız insana diqqət edin. Ola bilər ki, siz soruşmadan da bizdə var axı. Bir insandan fikir soruşmursan, bu onun vəzifəsiymiş kimi gəlir sənin həyatında hər hansı bir fikir deyir, müdaxilə eləyir. Amma mən səndən soruşmadım. Mən səndən soruşmadım, bu barədə nə düşünürsən? Sən nə fikirləşirsən? Elə insanlar var ətrafımızda, neynək? Var elə müdaxilə eləyənlər, fikirlərini soruşmadan özlərini birbaşa mövzuya daxil eləyənlər ki, sən də alınmaz, bacarmarsan, o insanlar olduqda həyatımızda onları eşitməyəcəyik. Bu hekayəni yadımıza salacağıq və eşitməyəcəyik həmin insanları. Özümüzü tanımaqdan danışmışkən deyək ki, özümüzü tanımaq, sual verdik, müsbət cəhətlərimi yazdım, mənfi cəhətlərimi yazdım, istədiyimi yazdım, istəmədiklərimi yazdım və digər sual, nə eləyəndə vaxt, nə işlə məşğul olanda vaxt sürətli şəkildə keçir. Bu hansı işdir? Çünki biz sevdiyimiz işlə məşğul olanda vaxt sürətli keçir. Necə ki, bayaqdan açmışam video çəkməyə, artıq yarım saatdır danışıram, video çəkirəm. Vaxt o qədər sürətli keçir ki, heç fərqində deyiləm. Bu mənim sevdiyim işdir. Mən danışanda, fikirlərimi kimlərləsə bölüşəndə o qədər özümü yaxşı hiss edirəm ki, ən azından bir fikrim, bir sözüm kiminsə həyatına çox demirəm. Cüzi də olsa toxuna bilirsə, ona yaxşı təsir elətdirirsə və düşündürə bilirsə ki, mən əvvəl belə düşünürdüm, artıq ətrafdakı insanların fikirlərini çox da önəmsəməyəcəm, yaxud özümü tanımaqla bağlı daha çox fikirləşəcəm, daha çox düşünəcəm. Ən azından cüzi bir toxunuş eləyə bilirəmsə, bu məni çox xoşbəxt eləyir. Siz də özünüzü xoşbəxt eləyən şeylər tapın. Hansı ki, onu eləyəndə sıxılmırsınız, yorulmursunuz. Əsas məsələ bunlardır. Hansı işlə məşğul olmaq sizə enerji verir, nələr sizi daha yaxşı hiss elətdirir, hansı mövzulardan danışanda içinizdə bir parlaqlıq yaranır, enerji yaranır, o mövzu haqqında danışmaq istəyirsiniz, söhbət eləmək istəyirsiniz və bunun əksi hansı mövzular sizi sıxır, hansı mövzular sizi yorur. Və hər hansı bir iş var, o işi etməlidirlər. Biri fikirləşir ki, etsəm görürsən necə olar? Alınarmı, alınmazmı, bacararam mı, bacarmaram. Baxın, bu düşüncələrinin ancaq beynində fikirləşir. Ancaq beynində fikirləşir ki, etsəm, etməsəm, alınar, alınmaz, bacararam, bacarmaram. Bu kimi düşüncələr bütün günü beynində fırlanır. Ancaq düşünür, hərəkət yoxdur, heç bir hərəkət yoxdur ki, bu işi eləyim, görək nəticəsi necə olur. Yalnız düşüncələr. Ancaq düşüncələri hərəkətə çevirmək lazımdır. Çox gözəl bir söz var, çox sevirəm. Deyir ki, sözlər əməllə möhkəmləndikdə nəticə verir. Yəni, biz bir şeylər beynimizdən, düşüncəmizdən, ağlımızdan keçirsə, onu hərəkətdə də göstərməliyik. Onun üçün müəyyən addım atmalıyıq, nələrsə eləməliyik. Dedik, bir insan belə düşünür, digər insanın da içində bu hisslər var ki, alınar, alınmaz. Amma nə edir? Cəhd eləyir. Baxın, cəhd eləyir. Cəhd eləyir, cəhd elədikdən sonra o görür ki, bu iş onda alınır, yoxsa alınmır. Biz bir işə başlamadan bilə bilmərik ki, bu məndə alınar, yoxsa alınmaz. Bacararam, bacarmaram. Cəhd eləyir, deyək ki, cəhd uğurlu alındığı gördü ki, bu insanın buna qabiliyyəti var, istedadı var. Daha da üzərində işləyəcək, dahasını eləyəcək. Yaxud da deyək ki, uğursuz oldu. Bu da normaldır. Həyatımızda hər şey uğurlu olacaq deyə bir şey yoxdur. Bəzən
bəzən uğursuzluqlarımız da olacaq ki, olmalıdır. Normal olması gərəkən də budur. Bunlar da bizə nələrsə öyrədir. Hər şey bizə nələrsə öyrədir. Uğursuz oldu, artıq o işdə təcrübəsi oldu, məlumatı oldu ki, gələn dəfə bununla bağlı hər hansı bir iş görməyəcək, bunu eləməyəcək. Çünki özünü bildi, özünü tanıdı ki, mənim bu sahədə bacarığım yoxdur, bu sahədə isə bacarığım var. Bəzən olur ki, biz gələcəyimizlə bağlı çox böyük planlar qururuq. Hansı ki, bugün o plan haqqında düşünəndə bizi həyəcanlandırır, qorxudur. Bizi həyəcanlandırır, qorxudur. Gəlin onu kiçik hissələrə bölməkdən başlayaq. Lap gələcək planlar haqqında yox, elə gündəlik həyatımızdan danışın. Məsələn, bir tələbə deyir ki, mən gün ərzində 6-7 saat dərs oxumaq istəyirəm. İstəyirəm ki, ancaq gecə-gündüz yatmayım, dərs oxuyum. 6-7 saat oxumaq əvəzinə ki, bu onu çox yoracaq. Bir gündə bu qədər dərs oxusa, sabah oxumayacaq. Artıq həvəsdən düşəcək ki, hə, bugün 6 saat oxudum, bəsdir. 7 saat oxudum, bəsdir, mənim üçün kifayətdir. Amma bunu saatlara bölsə, hər gün 1 saat oxusa, yavaş-yavaş o 6 saata çatsa, səmərəli istifadə eləsə, bu daha yaxşı olmazmı? Elə bunu gətirək planlarımızla əlaqələndirək. Böyük planlar qururuq, amma onu hissə-hissə quraq. Hissə-hissə, addım-addım. Təbii ki, böyük planlar qurmalıyıq. Gələcəyimizlə bağlı arzularımız çox böyük olmalıdır. Bunlar bizi daha da ruhlandırır, daha da bizə güc verir. Elə planlar qurun ki, o plan haqqında düşünmək sizi həyəcanlandırsın, xoşbəxt eləsin, gözləriniz parlasın. O planı, o arzunu düşünəndə, gələcəyinizlə bağlı xəyalı quranda olmalıdır. Amma onlara gedən yol kiçik-kiçik addımlardan keçir. O planın böyüklüyünü mən kiçik-kiçik addımlara bölürəm. Məsələn, düşünək ki, mən xaricdə təhsil almaq istəyirəm. Mən xaricdə təhsil almaq üçün nəyə ehtiyacım var? İlk öncə dil bilməliyəm, düzdürmü? Hə, mən ilk addımı atıram, dil öyrənməyə başlayıram. Deməli nədir? O böyük bir plan var. Xaricdə oxumaq böyük görünür mənə, düzdür? Ancaq onun bir hissəsi nədir? Dil öyrənmək. Mən ondan bir addımı götürdüm. Deməli, dil öyrənməyə başladım. Dil öyrənməyə başlayırıq, bunu reallaşdırırıq. Həm də eyni zamanda bizə lazım olan, xaricə getmək üçün lazım olanlar nələrdirsə, hər birini hissələrə ayırırıq. O hissələrə uyğun hərəkət edirik. Hamısını bir gündə yox, addım-addım, yavaş-yavaş. Dedik ki, bir plan qurduq, onu reallaşdırmaq üçün əlimizdən gələn elədik, amma alınmadı. Alınmadı, planımız dəyişdi. Planımızın dəyişməsi bu bizim zəif olduğumuzu göstərmir. Əksinə bu bir inkişafdır. Hansı ki, o arzuya, məqsədə gedən yolda çox əziyyət çəkmişdiniz. Nələrsə boşu-boşuna deyil. Onlar sizə həqiqətən inkişaf yolunda öyrəndiyiniz nələrsə boşu-boşuna deyil. Onlar ola bilər ki, bugün deyə bilərsiniz ki, hə, bunu öyrəndim, nə vaxt mənə lazım olacaq? Elə yer də lazım olar ki, dönərsən keçmişinə, baxarsan və özünə təşəkkür edərsən ki, hə, nə yaxşı, yaxşı ki, mən bunu eləmişəm, yaxşı ki, bu məlumatı öyrənmişəm, bu informasiyanı almışam, yaxşı ki, bunu eləmişəm, özünə təşəkkür edərsən. Dediyim kimi, bəzən planlarımız istədiyimiz kimi olmaya bilər. Bu yolda da belə planlarımızı dəyişə bilməliyik, fərqli istiqamətə yenidən başlaya bilməliyik. Bu da bir gücün göstəricisidir. Hə, deməyin ki, o qədər əziyyət çəkdim, plan qurdum, amma reallaşmadı. Deməli, boşunaymış. Yox, boşuna deyil. O yolda öyrəndiyin nələrsə oldu. Öyrəndiklərinə əsasən yeni bir plan qur, yeni bir yola çıx. Artıq burada sıfırdan başlamırsan axı sən. Artıq sənin təcrübən var, məlumatların var və bunlara əsaslanaraq başlayırsan. Mən Allaha çox inanıram və bilirəm ki, haqqımızda olan, baş verən nələrsə bizim üçün ən xeyirlisiymiş. Hansı ki, olması gərəkən bu imiş. Bəzən elə şeylər olur ki, biz düşünürük ki, kaş ki bu olmazdı. Ya o baş verdiyi anda bütün həyata nifrət edirik, şikayət edirik ki, bu niyə baş verdi, bu niyə alınmadı. Zaman keçir, illər keçir, gün gəlir. Biz keçmişə dönüb baxıb şükür eləyirik ki, hə, nə yaxşı o hadisə alınmadı, hə, nə yaxşı o iş alınmadı, o baş vermədi. Bəlkə də baş versəydi, daha pis şeylər başına gələ bilərdi. Amma baş vermədi, yolun, istiqamətin dəyişdi.
bu yolda öyrəndiyin daha çox şeylər oldu, daha yaxşı şeylər öyrəndin. Deməli, sənin üçün xeyirlisi bu imiş. Başımıza nə gəlməyindən asılı olmayaraq, hər zaman öz gücümüzə inanaq. Öz gücümüzə inanaq ki, mən bunun öhdəsindən gələ bilərəm, mən bacararam. Digər insanlar bacarmarsan desə də, səndə alınmaz desə də, mən özümü bilirəm, mən özümü tanıyıram. Nələri bacarıb, nələri bacarmayacağımı çox gözəl bilirəm. Son olaraq bunu demək istəyirəm ki, özünüzə inanın, öz gücünüzə, nələrisə bacaracağınıza inanın və eyni zamanda çalışın, çox çalışın. Sadəcə bütün günü özümə deyim ki, mən özümə inanıram, mən bacaracağam, məndə alınacaq, amma heç bir iş görməyim, özümü inkişaf elətdirməyim, çalışmayım, əziyyət çəkməyim, heç nə olmayacaq. Sözlərlə heç nə olmur. Davranışlarla, əziyyətlərlə, oxuduğum kitablarla, özümə inkişafa ayırdığım vaxtla, yatırımla mən nələrsə eləyə bilərəm, nələrsə etməliyəm. Özümü inkişaf elətdirməliyəm, hər gün nələrsə öyrənməliyəm. Məqsədlərim var, hansı ki reallaşdırmaq, çatmaq istədiyim. Onlara gedən yolda mənə lazım olan bilikləri əldə etməliyəm. Gələcəyimizi qurmaq bu gündən başlayır. Bugün atdığımız addımlardan, özümüzə ayırdığımız vaxtdan, inkişafımız üçün nələr etməyimizdən, gələcək birdən-birə qurulmur. Gələcək bugün nələri ediriksə, onun əsasında qurulur. Bugün mən heç nə etməyim, sakitcə oturum, sadəcə özümə inanım sözdə. Mən bacararam, məndə alınır. Sadəcə bu sözləri özümə deyim. Mən necə yaxşı gələcək gözləyə bilərəm ki, özümdən? Bu haqsızlıq olar. Amma həm çalışıram, həm oxuyuram, həm əziyyət çəkirəm, həm özümə inanıram, həm başqalarının fikrini önəmsəmirəm və gələcəyimi qurmaq üçün nələrsə eləyirəm. Əsas məsələ nələrsə eləyirəm, çalışıram, əziyyət çəkirəm. Bu yolda bəli, mən özümdən yaxşı gələcək gözləyə bilərəm. Buna haqqım da var. Çünki bugün mən əziyyət çəkirəm, bugün mən nələrsə edirəm, özümün inkişafına vaxt ayırıram, həm şəxsi inkişafıma, həm işimlə bağlı inkişafıma. Deməli, mənim gələcəklə bağlı xəyallarım, arzularım reallaşmaq üçündür. Əziz dostlar, özünüzə yaxşı baxın. Gələcəyinizi qurmaqdan qorxmayın. Çünki gələcək yenə dediyim kimi bugünkü addımlardan başlayır. Gələcəyiniz üçün elədiyiniz yatırımlardan başlayır. Ona görə də çox oxuyun, çox inkişaf eləyin, çox öyrənin. Öyrəndiklərinizi ətrafınızdakı insanlarla da bölüşün. Və siz gələcəyiniz üçün nələr edirsiniz? Bu suala cavabı da şərhlərdə yazmaq unutmayın. Hələlik.